2025-ci ili ümumi olaraq dəyərləndirsəm, düşünürəm ki, enişli yoxuşlu il oldu, xüsusilə də ilin son aylarını belə enişli saya bilərəm. O da dediyim kimi, yeni kluba adaptasiyam və yəni öncəki intervyularımda da bildirdiyim kimi yeni kluba adaptasiya ola bilər. Bəzi məndən asılı olmayan səbəblərə görə ola bilər və sonda belə deyəcəkdə bir qədər bəzi məqamların qarşısını aldı. Amma ümumi olaraq 2025-ci ili tam ilə baxsaq düşünürəm ki, heç də pis bir il alınmadı. Həm bundan qabaq ki, olduğum klubda göstərdiyim oyunlar, verilən nəticələr düşünürəm ki, mənim üçün önəmli illərdən biri oldu. Yadda qalan biri olacaq mənim üçün, çünki maraqlı, belə deyək, böyük futbol adamları ilə işlədim bu ildə və ümumi götürəndə dediyim kimi enişli yoxuşlu, amma uğursuz bir il adlandıra bilmərəm. Düşünürəm ki, çox da yetərli qədər olmasa da yaxşı bir il oldu. Klubla münasibətlərim yaxşıdır, yəni istər məşqçilərlə, xüsusilə komanda yoldaşlarım və rəhbərliklə hər kəslə yaxşı münasibətim var. Və klubu dəyişmək barəsində də bir düşüncə hələ ki yoxdur. Daha doğrusu bu cür danışıq olmayıb, əksinə həm klub rəhbərliyi, məşqçilər, hər kəs geri dönməyimi gözləyir və xüsusilə də son oyunda, zədə aldığım oyunda oyuna yaxşı daxil olmuşdum deyə biraz hər kəs çox üzülmüşdü zədə almağıma, düşünürəm ki, ən az mənim qədər. Ona görə bu barədə bir danışığımız olmayıb bizim. Sadəcə dediyim kimi, yəni futbolda bu cür suallar təbii ki verilməyi normaldır, amma cavab vermək də bəzən çox çətindir. Çünki bəzən danışıqlar olmayan anlarası ola bilər, bəzən səndən asılı olan və yaxud rəhbərlikdən başqalarından asılı olan bir səbəblər olanda artıq bir də görürsən transfer olur, amma dediyim kimi hal-hazırda belə bir düşüncə, belə bir danışıq yoxdur. Bərpa prosesim yaxşı keçir. Hələ ki, təbii ki, xırda da olsa biraz ağrılar var, yeni sağlamlığa başlayıram. Amma artıq yavaş-yavaş toplanışlara başlamışıq individual və həkimlərin nəzarəti altında olduqdan biraz daha sonra onlar bildirəcəklər nə zaman komanda ilə məşqlərə başlaya biləcəyimi. Amma ümid edirəm ki, çox çəkməz. Yəni, öncələr bildikləri ki, mənim misalda çempionatın ikinci hissəsində bir və yaxud 2 oyun buraxmalı olacaq və mən ümid edirəm ki, ondan artıq olmaz. Təbii ki, tez qayıtsam, bu həm mənə onları sevindirəcək və belə yöndə işimizi davam elətdiririk və ümid edirəm ki, tez bir zamanda bərpa olub komandaya qoşulacaq. 2026-cı ildən gözləntilərim, yəni hər bir futbolçunun, hər bir hücumçunun istəyi təbii ki, statistikadır və çoxlu oyun oynamaqdır və çoxlu uğurlar qazanmaqdır, həm komanda adına, həm öz adına. Belə dediyim kimi, önəmli olan sağlam olmaq, sədəsiz keçirmək və futboldan həzz almaq və ümid edirəm ki, 2026 mənim üçün ən gözəl, xoş arzularından və ən yadda qalan illərdən biri olacaq.